Hörmətli tamaşaçılar, studiyamızın bugünkü qonaqları əslən Qərbi Azərbaycandan olan soydaşlarımızdır. Afət xanımın qardaşı Yəhyayev Lyudvik Xanlaroğlunun bugün həm də şəhid olduğu gündür. Onu rəhmətlə anırıq. Əzizlərinə, yaxınlarına, xalqımıza başsağlığı veririk. O, deməli, Lyudvik 92-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Bəhrəmov Zakir Xəliloğlu da Qərbi Azərbaycanın Qafan bölgəsindən 88-ci ildə gələnlərdəndir və o vaxt gəlib də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qoşulub, fədakarlıq göstərib. Bugün də ona bir təltifimiz olacaq. Afət xanım şəhid qardaşı olaraq həm də həmin kəndin, Xələt kəndin icmasının Qadınlar Şura sədri olaraq onu təqdim edəcək Vətən oğlu diplomu ilə. Şakir qardaşımız isə Zəngəzur mahalının demək olar ki, ən fəal ictimai fəalıdır demək olar ki. Zəngəzur şəhidlərinin, qazilərinin, Zəngəzurun ziyalılarının təbliğində, təqdimatında mühüm rol oynayır. Onların hamısına roliklər hazırlayır, təqdim eləyir. Bugün də Zəngəzur Cəmiyyəti adından onu təltif eləyəcək. Buyurun Afət xanım siz. Bir təltifimizdə Dünyamaliyev Şakir Dünyamalıoğlu üçün yazılıb. Bunu Zəngəzur Cəmiyyətlər İctimai Birliyinin sədri Hacı Nərmanoğlu'nun adından təqdim eləyəcək. Müəyyən səbəblərdən özü iştirak eləmir. Mən cəmiyyətin sədr müavini olaraq mən təqdim eləyəcəm. Deməli, Şakir Zəngəzur mahalının Qərbi Azərbaycanın ictimai-siyasi həyatında göstərdiyi fəallığa, regionun tanınmış şəxslərinin həyatını əks etdirən video çarxların hazırlanmasında və digər mühüm sahələrdəki xidmətlərinə görə həm də özünün 65 illik yubileyi münasibəti ilə təltif olunur. Şakir, həm yubileyini təbrik edirəm, həm təltif olunmağı münasibəti ilə təbrik edirəm. Buyur, fəaliyyətini davam elətdir sağlığına. Mən fürsətdən istifadə edib bir faktı da demək istəyirəm ki, Şakirin də qardaşı şəhiddir. Dünyamaliyev Əmir şəhid olub, elə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə. Allah rəhmət eləsin. Fürsətdən istifadə edib bir faktı qeyd edeyim ki, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın gəncləri əsasən əksəriyyəti döyüşlərdə iştirak edib. Təkcə bizim rayonu deyə bilərəm ki, təkcə Qafan rayonundan 100-dən yuxarı şəhid vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hələ də mübarizəmiz davam eləyir. Azərbaycanın ərazi bütövlüyü uğrunda itirilmiş digər ərazilərimiz uğrunda mücadiləmiz davam eləyəcək.